Bu gün sizə testosteron səviyyəsini aşağı salan 5 əsas səbəbi açıqlayacağam. Bunlardan biri stressdir. Uzun müddət stressdə qalan insanlarda kortizol səviyyəsinin yüksəldiyi və testosteron səviyyəsinin aşağı düşdüyü sübut olunmuşdur. İkinci səbəb keyfiyyətsiz yuxudur. Uzun müddət gün ərzində 7-9 saat yuxu yatmayan insanlarda testosteron səviyyəsinin aşağı düşdüyü müşahidə olunmuşdur. Üçüncü səbəb keyfiyyətsiz qidalanmadır. Gün ərzində zülaldan, çink və xüsusilə də D vitaminindən istifadə etməyən insanlarda testosteron səviyyəsinin aşağı düşdüyü müşahidə olunmuşdur. Dördüncü səbəb spirtli içkilər və nikotin asıllığıdır. Orqanizmdə uzun müddət nikotin qəbulu və spirtli içkilərin qəbulu testosteron səviyyəsinin aşağı düşdüyünü sübut eləmişdir. Beşinci səbəb hərəkətsizlik və uzun müddətli kardio məşqlərdir. Gəzmək insana nə qədər də testosteron səviyyəsinin qaldırdığını sübut eləsə də, uzun müddətli kardio məşqləri testosteron səviyyəsini aşağı salırdır. Bunun yerinə ağırlıq qaldırma ilə məşğul olmaq testosteron səviyyəsini yüksəldir. Növbəti videolarda testosteron səviyyəsini nə qaldırır, 5 əsas səbəbi açıqlayacağam.